Bu dəfə sizə Qaqa antifrizin qaynama nöqtəsini göstərəcəyik laboratoriyamızda. Qeyd edeyim ki, keçən dəfə bir videomuz var idi. Özünüz baxmısınız yəqin ki o videoya. Baxmayanlar da köhnə videolara baxıb oradan görə bilərlər. Biz 2 antifriz götürmüşdük və bunun donma dərəcəsini göstərmişdik. Minus 40 güyə göstərilir üstündə, amma heç yəni çox aşağı temperaturda dondu. Bugün isə sizə çoxsaylı izləyicilərimizin istəklərini nəzərə alaraq bu 2 antifrizin qaynama nöqtəsini göstərəcəyik. Qeyd eləyək ki, bu gördüyünüz antifriz marka antifrizdir. Biz burada marka antifrizin konsentratıdır və biz bunun birin birə nisbətində qatacağıq ki, minus 37, minus 35 dərəcəni ala bilməyimiz üçün. Bu isə o gördüyünüz Qaqa antifrizidir. Güya ki, minus 40 dərəcəyə qədər dözür, amma dözmədi. Yəni videomuzda var, bu gördüyünüz avadanlıqda, pour point avadanlığında biz bura qoyduq, bunu dondurduq, yəni buz oldu. Donmaq bir tərəfə bildiğin buz olmuşdu. İndi biz bax bu 2 antifriz, yaşayalım bunu qıraqda birinci eləyək. Bax bu formada. İlk öncə biz, bax, bura tökürük. Bu gördüyünüz marka antifrizin konsentratını əlavə etdik. Bunu bura əlavə eləyirik. 150 qram civarında. Bunu əlavə etdik bura. Üzərinə bu gördüyünüz də distillə olunmuş sudur. Yəni bir dənə göstər qardaşlar, biri keçən dəfə yazmışdı ki, bəlkə o spirtdir. Spirt deyil, sudur. Bunu da əlavə eləyirik bura. 150 qram da su əlavə etdik. Biz bunu qarışdırırıq. Hətta belə qarışdıraq, tam qarışsın. Tam formada qarışdırdıq. Qoyduq bura. Digərinə isə xüsusilə bölgələrdə ən çox satılan Qaqa gəl sənə yaxşı antifriz verim, qiyməti də ucuzdur. Donmadan getmir söhbət. Bu videomuz sizə sırf o istəyənlərə nəzərə alaraq qaynamanı göstərəcəyik ki, bu hansı temperaturda qaynayacaq, orijinal marka antifriz hansı temperaturda qaynayacaq. Buna qeyd eləyək ki, su qatmayacaq. Bu olduğu kimi olacaq. Bunu da eyni miqdarda 300 ml də bundan əlavə etdik. Bunu da qoyuruq bura. Belə. Bir dənə rənglərini göstərək. Bunun rəngi daha tündür. Bu Qaqa antifrizinin, bu isə digər marka antifrizdir. Yəni hesabla bu daha yaxşı olmalıdır rənglərə görə. Qoyuruq biz bura. Bu qızdırıcıdır. Bura qoyuruq hər ikisini qızdırması üçün və termometri də bura qoyuruq. Sizin özünüzün görməyiniz üçün rahat şəkildə görə biləsiniz. Göstərəcəm, orasını fırlayacam. Bunu belə fırlayaq, belə bu formada qoyaq ki, termometri burada rahat qala bilsin. Bunu da belə fırlayaq. Burasına qoyaq ki, termometr bunlarda hər ikisində göstərsin. Videonu kəsmirik. Kəsəndə də bəzən ona da deyirlər ki, videonu kəsdiyin, orada şəffaflıq itdi. Buna görə də, bax bu ştativdə biz bunu qoyuruq bura. Gətir bunu qoyaq bura. Videonu. Gətir bura. Bax bu formada bunu bura yerləşdiririk. Sizin özünüzün gözünüzün qarşısında. Hətta biraz da yaxına qoyaq. Təbii ki, biz burada bunu videonu sürətləndirəcəyik. Ondan sonra bu qaynayandan sonra davam eləyəcəyik. Özünüz buna baxın, biraz sürətləndirəcəyik bu videonu. Qaynama temperaturunun hər ikisini görərsiniz ki, bu hansı dərəcədə qaynayacaq, bu hansı dərəcədə qaynayacaq.
Deməli, bax, biz sürətləndirdik videonu. Siz burada görürsünüz. Artıq buranı göstər bir dənə, yaxınlaşdır. 95, 99.5 bundadır, 99.2 də artıq bundadır. Qaynamaların bir dənə göstərək. Artıq bu digər Qaqa antifrisi qaynamağa başlayıb. Digər marka antifrisdə isə hələ ki bir tərpənmə yoxdur. İndi tema burada nədən ibarətdir? Yəni siz özünüz də bilirsiniz ki, su artıq 100 dərəcədə qaynamağa başlayır. Və bu da 100 dərəcə tamam olanda artıq qaynadı. Bir dənə göstər. Baxın. Görürsünüz? Artıq bu qaynadı. Termometri də göstər. Bu 100 dərəcədə bir dənə yuxarıdan da göstər onu. Bax görürsünüz? Artıq bu qaynayır. Bunda isə göstər bura. Bu 101 dərəcədir. Yəni bunda da bir qaynama əlaməti hiss olunmur. Deməli, burada söhbət nədən ibarətdir? Biz demirik bu antifriz qaynamır heç vaxt. Ümumiyyətlə bütün antifrizlər qaynayır. Vaxtı yetişəndə, yəni o müəyyən temperatura çatanda o da qaynayır. Sadəcə olaraq bunun gec və yaxud tez qaynama məsələsi var. Yəni bu gördüyünüz bu konsentrat üzərinə su əlavə olunmuş marka, gördüyünüz istifadə elədiyimiz Rove markasıdır. Bu hardasa 120 dərəcədə artıq qaynamağa başlayacaq. Digər isə artıq 100 dərəcə tamam olan kimi su da eyni ilə 100 dərəcədə qaynayır. Bu da gördüyünüz də 100 dərəcə tamam olan kimi artıq qaynamağa başladı. Yəni deməyə çalışdığımız odur ki, bu Qaqa antifrizlərinin sudan heç bir fərqi yoxdur. İçərisində olan sadəcə və sadəcə rəngdən ibarətdir. Donmanı da göstərdik PurPoint aparatında. Çoxsaylı istəkləri nəzərə alaraq qaynamanı da göstəririk. Bir də göstər. Artıq temperaturlara baxın. Bu 102. 102-də bu əməlli başlı qaynayır. Bir dənə yuxarıdan da bunu göstər, lap içərisində göstər. 104 dərəcədir. Baxın, hələ də bu antifriz qaynamır. Yəni, bir nüansı da qeyd edeyim, məsələni yekunlaşdıraq. Qardaşlar deyirdilər ki, nə olsun ki o donur? Bizdə onsuz da 40 dərəcə soyuq olmur ki, bizdə temperatura görə yoxlamalısınız siz onu. Bunu -40 yalandan yazan, bunun qaynamasını da yalandan yazacaq. Yəni bu həm qaynama temperaturunda problem yarada bilər sizə avtomobilinizdə. Həm də ki, birdən tətil oldu da, getdiniz hansısa bir Şahdağa getdiniz, nə bilim Kəlbəcərə getdiniz, orada -30, -40 dərəcə olurdu, özünüz yaxşı bilirsiniz. Onda da sizi yarı yolda qoyacaq. Yay vaxtları da, xüsusilə yay vaxtı, onda da sizi yarı yolda qoyacaq. Bu tipli videolarımızın davamı gələcək. Növbəti videomuzda bir məlumat da qeyd edeyim ki, növbəti videomuzda biz sizə Rove'nin bu üzərində yazılan bu proporsiyalar var. Görürsünüz, birin 1-ə nisbəti, birin 1.5-ə, birin 2-yə nisbətində qatılanda hansı temperaturları verir. Növbəti videomuzda da o proporsiyalarda qatıb sizə onun qaynama temperaturlarını göstərəcəyik. İzləmədə qalın. Bax, bu gördüyünüz bu tipdə videolarımız davam edəcək. Özünüzdən və avtomobilinizdən müğayət olun. Avtomobilinizi də peşəkarlar etibar edin.